Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Eminbəyli küçəsi ilə Mikail Müşfiq küçəsinin kəsməsindən bu həyət evinə qədər olan məsafə 150-170 metrdir. Döngədə yerləşir. 3 sotdur, 1 zal, 3 otaqdır. Kirayə haqqı deməli 370 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə qapıdan, darvazadan giriş hissəsini göstərirəm. Bax, bura məhləsidir, navesin alt hissəsidir. İndi isə zala daxil oluram. Zalın uzunluğu 10, eni 5 metr. Zalında olan əşyaları görmək mümkündür. Bax, hal-hazırda zalında olan əşyaları göstərirəm. Bax, bunlardır. İndi isə otaqlardan birinə keçirəm. Otaqların ölçüsü 5-in 5-ədir. Bax, otaqların birində olan əşyalar bunlardır. Çox yaxınlıqdan, yəni 150-170 metrlik məsafədən 24 numaralı marşrut işləyir. Bax, bu ərazi sizə belə deyim də, Yeni Gəncənin qarşı tərəf bu söz demək mümkündür. Köhnə Şəmkir avtovağzalının üst tərəfi demək mümkündür. Ora yaxın deyil, ancaq demək mümkündür. Ümumi ərazinin mən nəzərə aldım. Bura isə otaqlardan biridir. İkinci otaqda olan əşyaları göstərirəm. Bundan başqa 16 nömrəli orta məktəbin, Bəyaz Şadlıq Sarayının aşağı tərəfi demək mümkündür. Yəni, konkretni ora deyil, ancaq yaxın bir ərazidir. Bura isə deməli mətbəğidir. Mətbəğində olan əşyaları görmək mümkündür. Hal-hazırda paltaryon maşını yoxdur, ancaq gətirilməlidir. Onu da deyim ki, bax, yenə təkrar edirəm, deməli, bu Eminbəyli küçəsi ilə Mikail Müşfiq küçəsinin kəsməsindən bu həyət evinə qədər olan məsafə 150-170 metrdir. Hal-hazırda, deməli, siz peçi görürsünüz, yəni istilik sistemini, ancaq başqa təklif ola bilər. Burada isə, deməli, 3-cü otaqdır. 3-cü otaqda olan əşyalar bunlardır. Bax, yenidən mən sizə 3-cü otaqda olan əşyaları göstərdim. Məhləsi böyükdür. Bax, görmək mümkündür belə. Belə bir həyət evinin qiyməti 370 manatdır. Kirayə haqqı qiymətində mütləq bağışlayın, razılaşma olmalıdır. Bura isə hamamdır. Stil sistemi bitumen deməli kolonkadır. 2 tonluq su bakı var. Bax, qarşıda deməli kolonkanı görmək mümkündür. Eyni zamanda bu zonanı gördünüz. Yenidən mən sizə deməli bu həyət evinin məhləsini göstərirəm. Darvazadan giriş hissəsini görmək mümkündür. Dediyim kimi, Eminbəyli küçəsindən bu həyət evinə qədər olan məsafə maksimum 150-170 metrdir. Qiyməti belə bir böyük sal, 3 otağı olan həyət evinin kirayə haqqı 370 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.